Mehmet Emin Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadə. Mehmet Emin Rəsulzadə. Hörmətli prezidentimiz İlham Əliyev. Adəm baba. Məhəmməd Əmin Rəsulzadə. Mən Məhəmməd Əmin Rəsulzadə. Kimi də söyləyəcəm? Məhəmməd Əmin Rəsulzadə ola bilər. Respublikasının öncüsü Məsud Barzani. Valla müstəqillik aktının Ayaz Mütəbbiqov imzalayıb 91-də Azərbaycan Respublikası olsa 18-də. Azərbaycan Respublikasının tam olan Məhəmməd Əmin Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadə. Mehmet Emin Rəsulzadə. Azərbaycan Xalq Cumhuriyyəti 1998-ci il 28 mayda Tiflisdə elan olunub. Qurucusu Məhəmməd Əmin Rəsulzadə ilk prezident, deyəsən parlament Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə bunların yaratdığı Müsavat Partiyası nəticəsində Azərbaycan Respublikası quruldu. Məhəmməd Əmin Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadə. Rəsulzadə. Qurucusu kimdir Rəsul? Rəsulzadə. Azərbaycan Respublikasının konkret qurucusu deyə bir şey yoxdur. Azərbaycan Respublikasını demək Rəsulzadə, Qasım Məmmədov və digər ziyalılar yaratmışdır və düşünürəm ki, içlərində lider sayıla biləcək insan Rəsulzadədir. Heydər Əliyev. Mehmet Rəsulzadə. Mehmet Emin Rəsulzadə 1918 may ayının 28-i ilk dəfə olaraq Tiflisdə açılıb, elan edildi. Müstəqil Respublika, İslam ölkəsi, ilk İslam ölkəsi şərqdə. İngiltərədən təqimiz yox, cəmanat. Məhəmməd Əmin Rəsulzadə. Anam ya, yapmalıyız. Deyirlər. Rəsulzadə.